Peyğəmbər carçı göndərirdi Mədinədə, küçələri gəzib deyirdi ki, Şaban ayı daxil oldu. Şaban ayının biridir. Yəni bunu bildirmək istəyir ki, bu bir hadisədir bu ayın gəlişi. Elə belə sıradan bir ay deyil. Yəni bunu hazırlıqla qəbul eləyin. Şaban ayının girişi mömin üçün, müsəlman üçün bir hadisədir. Mühüm bir hadisədir. Bu ayın fəzilətli əməllərindən biri istiğfar eləməkdir. Bacararsınızsa əgər bugündən başlayaraq hər gün 70 dəfə Əstəğfirullahə və əsəluhut tövbə. Çox sadə bir zikirdir, çox sadə. Günün neçə dəqiqəsini aparır. Amma çox fəzilətlidir. Əstəğfirullahə və əsəluhut tövbə. Mənası istiğfardır, bağışlanmaq istəməkdir. Ki Allah məni bağışlasın. Allahdan bağışlanmaq istəyirəm və tövbə istəyirəm. Tövbə yəni mənə tövbə nəsib eləsin və ya Allah da mənə tərəf qayıtsın.